Değerli yoldaşlar, Azərbaycan xilafətin tərkibində mövzusuna davam edirik. Deməli, ərəblərdə vergi sistemi, daha doğrusu ərəblərin zamanında Azərbaycan ərazisində vergi sistemi. Əvvəllər ərəblər Sasani vergi sisteminə qismən dəyişiklik edib yerində demək olar saxladılar. Yəni çox böyük dəyişiklik olmadı. Amma əsas dəyişiklik bütün icmadan alınma oldu. Yəni Sasanilər dövründə vergi bütün icmadan alınmırdı. Fərdi olaraq alınırdı. Ərəblər isə ilk dövrdə, yəni Rəşidi xəlifələrin zamanında ilk gəldiklərində Azərbaycan ərazisində konkret icmadan ümumi bir vergi məbləği alırdılar və bu da əhali üçün deməli yüngül vergi idi. Əhali bunu rahatlıqla ödəyə bilirdi. Azad edilmişdi kilsə, vergilərdən azad edilmişdi. Çünki kilsə xristian əhaliyə nəzarət etmək üçün ərəblər üçün vacib idi. Ümumiyyətlə, vergi hər üç sülalənin, yəni Rəşidi xəlifələrin, eyni zamanda Əməvilərin və Abbasilərin dövründə fərqli formada olub. Rəşidi xəlifələr dövrü. Demişdik ki, 632-661-ci illər Ərəb xilafətində Rəşidi xəlifələr dövrüdür. Və burada vergi çox yüngül idi, rahat ödənilirdi. Dediyimiz kimi, əsasən icma halında alınırdı. Deməli, Xəlifə Əli, Rəşidi xəlifələrin sonuncu xəlifəsi Əli, əkilməyən torpaqlardan vergi alınmasını dayandırmışdı. Bunun vergi islahatı olmuşdu Xəlifə Əlinin. Bunun əsas hissəsi əkilməyən torpaqlardan vergi alınmırdı. Yəni, əhali əkilməyən torpaqdan niyə vergi versin ki? Bu islahatı Xəlifə Əli irəli sürüb tətbiq etmişdi. Sonra Əməvilər dövründə, yəni 661-750-ci illər Əməvilər dövrüdür. Ərəb xilafətində vergilər artırıldı. Rəşidi xəlifələr dövrünə nisbətən artırıldı. Deməli, siyahıya alınma həyata keçirildi. Bütün əhali və onun əmlakı siyahıya alındı. Nə vaxt? Deməli, 725-ci ildə. Meyvə bağları emalatxanalardan, yəni sənətkar emalatxanalarından artıq vergilər alınmağa başladı. Vergi yüklənmələri oldu. Sonra gəlir Abbasilər dövrü. 750-1258-ci illəri əhatə edir Abbasilər dövrü. Vergilər daha da sərtləşdirildi, daha da artırıldı. Bu dəfə torpaq sahəsinə görə vergi təyin olundu. Daha əvvəl dediyimiz kimi Xəlifə Əlinin zamanında ancaq əkilən torpaqlardan vergi alınırdısa, bu dəfə xeyr. Sənin nə qədər nəzarətində torpaq varsa, onun əkdin, əkmədin vergisini verməlisən. Vergi verməyənlərin qul edilməsi Abbasilər dövründə başlayır. Qul edilməsi. Yəni, təsəvvür edin ki, Abbasilər dövrü nə qədər deməli, Məhəmməd Peyğəmbərin yaratdığı, gətirdiyi İslam dininin qaydalarını əks gedirdi. Yəni, əgər Peyğəmbər zamanında təzə, yenicə qurulanda bu din və dövlət qul edilmənin əksinə gedirdilər. Yəni, hətta qulları azad edirdilər. Bunun əksinə olaraq Abbasilər qul etməyə başladılar əhalini, vergi verə bilməyən əhalini. Əsas vergi növləri hansılar idi Ərəb xilafəti zamanında? Xərac. Xərac əsas vergi idi. Deməli, torpaq vergisi idi, dediyimiz kimi, məhsulla alınırdı. Yəni, natural şəkildə məhsulla alınırdı, pulla alınmırdı. Cizyə can vergisi idi, can vergisi pulla alınırdı və müsəlman olmayanlardan alınırdı ki, əgər sən müsəlman olsaydın, qeyri-müsəlmanlardan söhbət gedir, o həmin vergidən azad olunurdun. Xüms nə idi bəs? Xüms müsəlman əhalidən alınan vergi idi. Zəkat həm də sədəqə adlanır. Bu əsasən alınırdı şikəstlər üçün, əlacsızlar üçün, onların məsrəflərini ödəmək üçün sədəqə və ya zəkat vergisi alınırdı. Fitrə vergisi həddi-buluğa çatmış imkanlı şəxslərdən alınırdı. Həddi-buluğa çatmış imkanlı şəxslərdən fitrə alınırdı. Hələ indi də bəzi əhali arasında o vaxtdan qalma bəzi adət-ənənələrə uyğun gələn vergilər var. Məsələn, fitrəni indi də biz deyirik. Torpaq mülkiyyəti formaları Ərəb xilafəti dövründə hansılar idi?
Divan torpaqları. Divan torpaqlarının digər adı dövlət torpaqları və ya xəlifə torpaqları adlanırdı. Divan, dövlət, xəlifə. Bunun gəliri əsasən gedirdi xəzinəyə, dövlət xəzinəsinə. İqta torpaqları. Deməli, xidmət müqabilində verilirdi, xüsusilə hərbi xidmət müqabilində verilirdi, amma mülki xidmət müqabilində də verdiyi hallar olub. Deməli, iki yerə bölünürdü. Bağışlanan iqta, icarə edilən iqta. Şərti xarakter daşıyırdı bu iqta torpağı və divan torpaqlarından, yəni dövlət xəlifə torpaqlarından verilirdi. Kimə? Hərbi xidmət müqabilində və mülki xidmət müqabilində. Mülk torpaqlarının sahibi malik adlanırdı. Malik. Feodal o vaxtdan qalma, yəni feodalizm dövrünə uyğun bir torpaqdır, mülk torpağı. Bu ancaq yerli feodalların irsi torpaqları idi. Məsələn, ərəblər bura gəlib, mən burada yerli feodalam, mənim ata-babadan qalma irsi torpağım var, o mənim mülkümdür, mən də onun malikiyəm. Vəqf torpaqları, dini torpaqlardır. Məscidlərə, mədrəsələrə, dini deməli, işlə məşğul olanlara və s. bu kimi torpaqlar idi. Satıla bilməzdi, yəni alınıb satılması mümkün deyildi. Dini torpaqlar idi, vəqf torpaqları alınıb satıla bilməzdi. Amma icarə olar, yəni icarəyə verilə bilirdi. Məsələn, mən hər hansı bir mədrəsəyə aid torpağı idarə edirəm, onu mən icarəyə verə bilirəm, amma sata bilmərəm. İcma torpaqları ən sonda kəndlilərin torpaqları idi, amma onun mülkiyyətçisi kəndli deyildi. Yəni kəndlinin şəxsi torpağı deyildi. O dövlət mülkiyyəti sayılırdı. Sahibi dövlət idi. Verginin ağırlığı icma torpaqlarının üzərinə düşürdü, dəyərli yoldaşlar. Ticarətdə də bəzi addımlar atılmışdı. Belə ki, xilafət dövründə təbəələrdən, yəni yerli tacirlərdən, ərəb tacirlərindən söhbət gedir, Azərbaycan ərazisində olan yerli tacirlərdən söhbət gedir. Yəni bunlardan alınan vergi 5% idi. Amma xarici tacirlərdən, məsələn, hər hansı bir Bizanslı tacir gəlib burada ticarətlə məşğul olur, ondan 10% vergi alınırdı xarici tacirlərdən. Vergi deyəndə, yəni gömrük rüsumundan söhbət gedir, gömrük rüsumu alınırdı. Bunun səbəbi o idi ki, deməli, yerli ticarəti inkişaf etdirmək. Maliyyə sahəsində də bəzi addımlar atıldı. Belə ki, biz bilirik ki, Azərbaycan uzun müddət Sasanilərin dövründə olub, sonra Bizans-Sasani müharibələri dövründə bəzi ərazilər müvəqqəti olaraq Bizansın da tərkibində olub. Bu nəyə gətirib çıxartmışdı? Həm Bizans, həm də Sasani pullarının deməli, Azərbaycan ərazisində istifadə olunmasını gətirib çıxartmışdı. Ərəblər, ərəb xilafətidir, deməli, pul islahatı keçirdi. Dövriyyədən Bizans-Sasani pulları çıxarıldı. Biraz öncə dediyim, Bizans-Sasani pulları dövriyyədən çıxarıldı. Qəlb pula qarşı mübarizə sürətləndirildi. Yəni, saxta pullara qarşı mübarizəni artırdılar. Bunlar bütövlükdə həm ticarətin, həm iqtisadiyyatın inkişafına ərəblərin ilk dövrlərində ciddi köməklik göstərdi. Azərbaycan xalqının təşəkkülü haqqında biz dəfələrlə mövzularda danışmışıq. İlk danışdığımız nə olub? Eramızdan əvvəl 4-cü əsrdə Əhəmənilər dönəmi Azərbaycan xalqının təşəkkülü prosesinin başlanması kimi qeyd olunur. Sasanilər dönəmi onun inkişaf dövrüdür, Ərəblər dönəmi isə tamamlanma dövrüdür. Yəni, yekunlaşdı. Azərbaycan xalqının təşəkkülü prosesi tam bərqərar oldu Ərəb dövründə. Bura nələr daxil edir? Yəni, hansı xüsusiyyətlər xalqın formalaşmasını tamamlayır? Ərazi birliyi, dil birliyi, mədəniyyət birliyi və iqtisadi birlik. Bu 4 ünsür bir arada xalqın formalaşmasını tamamlayır. Yəni, xalqın formalaşması bu 4 əsas ünsürdən asılıdır. Ərəblərin dönəmində Azərbaycanın sərhədləri hardan hara qədər idi bizim torpaqlarımız? Deməli, şimalda Qafqaz dağları, Dərbənd daxil, şimalda Qafqaz dağları, cənubda Qızılüzən və Həmədana qədər gedib çıxırdı Azərbaycan sərhədləri. Yəni, şimalda Qafqaz dağları, Dərbənd daxil, cənubda isə Qızılüzən və Həmədan. Şərqimiz zaten Xəzər dənizidir, qərbimiz isə Gürcüstan, yəni İberiyadır. Bunu bilirik. İslam dini ərəblər dönəmində, ərəblər ki gəldilər, Rəşidi xəlifələr dönəmində Azərbaycan ərazilərini, ümumiyyətlə Sasani ərazilərini zəbt etdilər.
Bu zaman onlar dinlərini, yəni İslam dinini yaymağa başladılar. O vaxta qədər Azərbaycanın şimalında tanrıçılıq, yəni Albaniyada tanrıçılıq, dağlıq hissələrdə nisbətən xristianlıq yayılmışdı. Cənubunda isə, yəni Atropatenada isə atəşpərəstlik var idi, yəni zərdüştlük var idi. İslam gəldikdən sonra sürətlə yayılmağa başladı. Harda? Azərbaycanın cənubunda, bir də şimal hissədə olan Muğammil və Azərbaycanın cənubunda, yəni Atropatena ərazisində nisbətən sürətlə yayılmağa başladı İslam dini. Amma İslam dininə qarşı ciddi müqavimət göstərən şəhərlərimiz olub. Onlar hansılardır? Ərdəbil və Bərdə. Cənubda Ərdəbil, şimalda Bərdə. Baxın, Ərdəbil sonradan İslam dininin əsas mərkəzi olacaq. Amma o dönəmlərdə ilkin ərəblərin gəlişi dönəmində ciddi müqavimət göstərən şəhər idi İslama qarşı. Əl-Bəlazuri deyir ki, Xəlifə Əlinin zamanında Azərbaycanda artıq hər kəs Quran oxuyurdu. Bu cümlə bizim kitabımızda var. Ola bilər, test kimi qarşımıza çıxar. Xəlifə Əlinin zamanında, deməli, Azərbaycanda hər kəs Quran oxuyurdu. Deməli, icazə verilən etiqadlar hansılar idi? Ərəblər gəldilər bura, bütün dinləri təqib etmədilər. Onlar təqib etdilər, bütpərəstliyi kəskin şəkildə təqib edirdilər. Amma əhl-i kitab dedikləri dinləri təqib etmirdilər. Sadəcə cizyələrini alırdılar. Bunlar Yahudilərin dini, eyni zamanda xristianların dini əhl-i kitab kimi qeyd olunur. Və bir də atəşpərəstliyə də hörmətlə yanaşırdılar. Yəni təqib etmirdilər, dəvət edirdilər. Amma təqib edirdilər bütpərəstliyi. Deməli, Qarabağın dağlıq hissəsi, biz bilirik ki, zaman-zaman xristian dini yaranandan sonra xristianlaşdırma prosesinin əsas yerlərindən biri olub Qarabağın dağlıq hissəsi. Deməli, burada xristian dininin bir sıra etiqadları var, bilirik. Onlardan biri Qriqoryanlaşdırma, Qriqoryan təriqəti etiqadı daha doğrusu. Qarabağın dağlıq hissəsində bu addımlar atılırdı. Lakin Azərbaycanın əksər hissəsi xristianlığı demək olar qəbul etmədi. Əsasən dağlıq hissələrdə xristian dini yayıla bilirdi. Dəyərli yoldaşlar, bundan sonra keçirik Xürrəmilər hərəkatı, Ərəb xilafətinə qarşı azadlıq mübarizəsi.